Salam əziz şagirdlər, bugün sizinlə Riyaziyyat Monitorinq kitabımızdan artıq 4-cü sınavımızın izahını təqdim edirəm. Bundan əvvəlcə qeyd etdiyim kimi, əgər videolarımız sizlər üçün faydalı olursa, mütləq dostlarınızı, sinif yoldaşlarınızı dəvət edin ki, onlar da sualları izləsinlər, kanala abunə olsunlar ki, bundan sonraki videolar onların qarşısına tezliklə çıxsın. Keçək suallarımızın izahına. Demək, 4-cü sınavımızın ilk sualında bizə deyilir ki, ölçüləri 20 sm və 30 sm olan düzbucaqlı formalı kafeldən istifadə edərək ən kiçik ölçülü kvadrat döşəmə düzəltmək lazımdır. Kvadrat döşəmənin tərəfi neçə santimetr olmalıdır? Gəlin şagirdlər, əvvəlcə qeyd edək ki, biz bu cür sualları həll etmək üçün mütləq bizə 20 və 30-un əkovu lazımdır. Əkov 20 və 30-u hesablamaq lazımdır. Biz sadə qruplarını ayırma qaydasından da istifadə edərək hazır belə əkovu tapa bilərik. Bir üsulumuzu da, yəni əvvəlki videolarda izah etmədiyim başqa bir üsulu da sizin üçün izah etmək istəyirəm. Burada biz ortaq qrupdan istifadə edək. Gəlin yazaq ki, əkov 20 10 vurulsun 2-dir. 30 isə 10 vurulsun 3-dür. Burada 10 ortaq qrup olduğuna görə hər ikisini, yəni 10-u qarşıya çıxardıq. Demək, əkov alınacaq 2 və 3. Yəqin ki, siz də bilirsiniz ki, qarşılıqlı sadə ədədlərin əkovu, yəni 2 və 3 qarşılıqlı sadə olduqlarına görə, çünki ortaq bölənləri yalnız 1-ə bərabərdir, onlar qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əkovu onların hasilinə bərabərdir. Demək, biz burada yaza bilərik ki, 10 vurulsun, demək, əkov 2 və 3, 2 və 3-ün hasilidir, olacaq 60. Demək, doğru cavabımız B bəndi 60-a bərabərdir. Yəni, nəyə görə bu üsuldan istifadə etdim şagirdlər? Bu cür sualları daha rahat tapmaq üçün, yəqin ki, bu düsturu bilirdiniz, bilmirdinizsə artıq bundan sonra istifadə edə bilərsiniz ki, yəni verilmiş ədədlərin içərisində ortaq qrup varsa, həmin qrupu qarşıya çıxarırıq, daha sonra qarşılıqlı sadə ədədlər alınırsa, qarşılıqlı sadə ədədlərin əkovu onların hasilinə, əbobu isə 1-ə bərabərdir. Xassəsindən istifadə etsəz, daha asan və daha tez tapmış olarsınız sualları. Keçək ikinci sualımızın izahına. İkinci sualın sizdə kitabda olan variantında düzəlişlər edilib. Sadəcə məndə çatdan əvvəlki versiya olduğuna görə, yəni burada özüm düzəlişlər etdim. Gəlin baxaq ki, burada sualımızın şərtində nə deyilir? İfadəsinin qiymətini hesablayın. Asan bir sualdır. Yəqin ki, hər kəs bunu asanlıqla düz yaza bilər. 15-in kvadratı 225-dir. Çıxaq, 10-un kvadratı 100-dür. Üzərinə gəl 5-in kvadratı 25. Bu bizim birinci mötərizəmizin içərisindəki ifadədir. Bölünsün, 2-nin kvadratı 4-dür, 3-ün kvadratı 9-dur. Üzərinə gəl 2 yazsaq, demək 225-dən 100 çıxsaq 125, üzərinə 25 gəlsək 150, bölək 4 üzərinə gəl 9, 13, üstə gəl 2, 15. 150-ni 15-ə bölsək, alınacaq doğru cavabımız 10, yəni B variantı. Doğru tapan şagirdlərimizə afərin deyərək keçirəm 3-cü sualımızın izahına. 3-cü sualımızda isə bizə deyilir ki, hesablayın, bu da rahat bir sualdır. Yəqin ki, hamınız bunu tez asanlıqla doğru tapa bilirsiniz. -4 elə olduğu kimi saxlasaq, üzərinə gəl -9-sa, yəni 2 müsbət və mənfi yanaşı gəldikdə işarəmiz çıxaq şəklində olur, yəni mənfi şəklində oldu. -3 vurulsun -2, üzərinə gəl nə verəcək? 6 verəcək. Afərin sizə. Demək, -4 çıxaq 9 olacaq -13, üzərinə gəl 6. Bu isə bizə verir -7. Doğru cavabımız 3-cü sualda B bəndi. Doğru tapanlara afərin deyərək keçirik 4-cü sualımızın izahına.
bucaqlardan hansı üçbucağın bucaqları ola bilməz? Biz bilirik ki, üçbucağın bucaqlarının, daxili bucaqlarının cəmi daha doğrusu 180 dərəcəyə bərabərdir. Demək, biz artıq buradakı cəmləri hesablayaraq baxarıq ki, hansı 180 dərəcəyə bərabər deyilsə, o üçbucağın daxili bucaqları ola bilməz. Gəlin baxaq. 30 üzərinə gəl 50, 80 üzərinə gəl 90, bunların cəmi 170 dərəcədir. Bu ola bilməz. Yəni, doğru cavabımız A-dır. Amma digərlərini də yoxlayaq. 90 üzərinə gəl 30, 120, üzərinə gəl 60, 180 dərəcə. Bu ola bilər. 40 üzərinə gəl, 40 üzərinə gəl 100. Bu da 180 dərəcədir. Ola bilər. 140 üzərinə gəl, 20 üzərinə gəl 20. O da 180 dərəcədir. Bu da ola bilər. Demək, keçək 5-ci sualımızın izahına. 5-ci sualda bizə deyir ki, ədədlər sırasının medianı 12 olarsa, x-i tapın. Median nə idi şagirdlər? Afərin sizə. Demək, verilən sıra artma sırası ilə düzülür və əgər tək ədədlər, sayımız tək ədəd qədərdirsə, ən ortada duran say cüt sayda olarsa, ortada duran ikisinin cəminin yarısı olacaq. Bəli. Məsələn, bu xassəni bir misal üzərində deyək. Tutaq ki, verilmiş ədədlərimiz 1, 3, 5, 7, 9-dur. Burada median nə olacaq? 5 olacaq. Çünki ən ortada duran 5-dir. Məsələn, 1, 3, 5, 7, 9 və 11 istifadə etmişəm. Artıq burada 6 ədəd var, yəni cüt sayda ədəd var. Bu zaman ortada duran 2 ədədin cəminin yarısından istifadə edəcəyik. Yəni, bu bizə verəcək nəyi şagirdlər? 12-nin yarısı 6-nı verəcək. Yəni, bu da onu göstərir ki, bəzi sıralarda median verilmiş ədədlərin içərisindəki olmaya da bilər. Bunu yadımıza saldıq. Keçək indi misalımızın izahına. Misalımızda baxaq görək neçə ədəd var? 1, 2, 3, x plus 2 1 ədəddir. 4, 5, 6, 7. Tamam. Demək, burada 7 ədəd olduğuna görə ortada duran 4-cü ədədi istifadə edirik. Yəni, x plus 2. X plus 2 ədədimiz nəyə bərabər olmalıdır? Medianımız 12-dir. 12-yə. X plus 2 12-yə bərabərdirsə, buradan x bərabərdir 10-a. Bəli, doğru cavabımız afərin sizə demək B-dəndir. Keçək növbəti 6-cı sualımızın izahına. Kəsirləri arasında yerləşir. Birinci, əvvəlcə baxaq görək, bizim bu kəsirlərin arasında yerləşməsi üçün biz hansı xassəni bilməliyik? Mütləq şəkildə onları ortaq məxrəcdə göstərək ki, onların arasında hansısa ədədin yerləşib yerləşmədiyini asanlıqla təyin edə bilək. Bu kəsirləri ortaq məxrəcə gətirsək, mütləq şəkildə 36-da göstərməliyik. Demək, 4-ə vursaq, sürət və məxrəci birinci kəsirdə, ikinci kəsir isə sürət və məxrəcini 3-ə vursaq, alınar bizdə 36-da 16 və 36-da 21 kəsirləri. İndi asanlıqla variantları yoxlaya bilərik. Məsələn, bu A variantını, sürət və məxrəcini 18-ə vuraraq biz nə kəsir alırıq? Afərin, 36-da 18 kəsirini alırıq ki, A variantı əslində bu kəsirlərin arasında yerləşir. Amma digər variantlarda yoxlaya bilərik. Bu olacaq. 3-ə vursaq sürət və məxrəci 36-da 15 yerləşmədi. Bəli. 12-yə vursaq 36-da 12-yə vurduq 24. Bu da yerləşmədi. Bəli. 2-yə vursaq 36-da 14. Bu da həmin kəsirlər arasında yerləşmədiyini görürsünüz. Doğru tapanlara afərin deyərək keçirəm 7-ci sualımızın izahına. 7-ci sualımızda bizə deyilir ki, düz mütənasib asıllığın qrafikinə əsasən mütənasiblik əmsalını tapın və bu asıllığın düsturunu yazın. Biz bilirik ki, şagirdlər bizə bir nöqtə verib koordinatları 9 və 6-ya bərabərdir. Yəni, x bərabərdir 9 olduqda, y nəyə bərabərdir? 6-ya bərabərdir. Bu asıllığın düsturuna baxaq. X-in yerinə 9 qoyduqda y 27 alınır. A variantı deyil. 9 yazsaq 9 vur 9 81 alınır. Y 6 deyil. X-in yerinə 9 yazsaq 27 bölü 2 alınır. Bu da deyil. X-in yerinə 9 yazsaq, gəlin bunu yoxlayaq. 3-də 2 vurulsun
9, 9 ilə 3 ixtisar getsə 3, 3-ü 2-yə vursaq 6, y bərabərdir 6 alındı. Bəli, demək doğru cavabımız həqiqətən də D variantı imiş. Keçirik növbəti 8-ci sualımızın izahına. 8-də bizə deyilir ki, 80 manata alınan məhsul 15% gəlirlə neçə manata satılır? Biz bu sualı şagirdlər həll etmək üçün tənasübdən istifadə edə bilərik ki, asan şəkildə həll edək. Demək, 15% gəlir demək, 100%'in var idi, üzərinə 15% də gəlir gəldi. Nə oldu? 115% oldu, düzdürmü? İndi biz deyə bilərik ki, 80 manatımız 100%'dirsə, bəs neçə manatımız 115%'dir? Yəni bizə neçə manata satıları soruşdu ona görə. Buradan bilirik ki, düz mütənasiblik əmiyyətlər çarpaz şəkildə vurulur. X vurulsun 100 bərabərdir 80 vurulsun 115. Burada 20 ixtisar eləsək 80-də demək %5 80-də 4 qalacaq. 5 ilə də 115-i ixtisar eləsək 5-ə, buradan da qalacaq demək 23. Demək bizdə x bərabərdir 4 vurulsun 23, o da 80, 92. 92-yə bərabərdir ki, doğru cavabımız 8-də A variantı. Keçirik növbəti 9-cu sualımızın izahına. 9-cu sualda bizə deyilir ki, bir şagird gündə x səhifə kitab oxuyur, 3 gün sonra oxuduğu kitabların sayını tapın. Əlbəttə ki, çox asan bir sualdır. 3 səhifə oxuyursa, x gündən sonra, daha doğrusu gündə x səhifə oxuyur, 3 gündən sonra 3 vurulsun x qədər. C bəndi. Doğru tapanlara afərin deyirəm, çünki bir neçə saniyədə həll ediləcək bir sualdır. Hər kəs asanlıqla doğru yaza bilər bu sualı. 10-cu sualda bizə nə deyir? Oturacağının radiusu 8 sm və hündürlüyü 12 sm silindrin tam səthinin sahəsini tapın. Gəlin şagirdlər, əvvəlcə bu sualı həll etmək üçün şəklimizi çəkək, ondan sonra keçək həllimizə. Demək, silindir formasında bir şəkil çəksək, demək, silindir edək bunu. Biz bilirik ki, silindirin 2 oturacağı var. Onlar alt və üst oturacaqlar olmaqla dairələrdən ibarətdir. Və burada oturacağın radiusu 8-dir. Radius 8-dir. Yəni bu şəkildə göstərək. R bərabərdir 8-ə və hündürlüyü 12-dir. H da bərabərdir 12-yə. Bu şəkildə məsələnin şərtində bizə qeyd olunubdur. İndi deyir ki, tam səthinin sahəsi. Necə idi şagirdlər düsturumuz? İskan nəyə bərabərdir? Afərin sizə. Demək, 2 pi r kvadratı üstə gəl yan səthimizin sahəsi 2 pi r h. Gəlin indi düsturu tətbiq edək. Yəni verilənləri yerinə qoyaq. 2 pi r-imiz 8 kvadratı üzərinə gəl. 2 pi r-imiz 8, hündürlüyümüz isə 12. Bu da bizə verəcək, baxaq görək. 8-in kvadratı 64, üzərinə gəl, darısı vurulsun 2, 128 pi, üzərinə gəl, demək 8-i 12-yə vursaq, bu olacaq 96, onu da 2-yə vursaq, 192, 192 pi də yan səthimizdən alınır. İndi onları da cəmləsək, demək 200, 320 pi santimetrin kvadratı alınır ki, doğru cavabımız 10-cu sualda olacaq. C bəndi. Bu sualı da doğru tapan hər kəsə afərin deyirəm. Çünki düsturları bilməyən şagirdlər bunu asanlıqla doğru yaza bilməzdi. Keçirik 11-ci sualımızın izahına. Deyir ki, nöqtəsi düzbucaqlı koordinat sistemində qeyd edin və hansı rübdə yerləşdiyini təyin edin. Düzbucaqlı koordinat sistemini asan qavrayan şagirdlərimiz saniyələr içərisində əslində bunu həll edə bilər. Mən də sizə göstərirəm bunu şəkil üzərində. X-in -3 nöqtəsi demək burada yerləşir təxminən -3. Y-in -7 nöqtəsi isə təqribən buralarda bir yerdə yerləşsə, bu iki nöqtənin kəsişməsi bizə hansı rübü verir şagirdlər? Bəli, saat əqrəbinin əksi istiqamətində 1-ci, 2-ci, 3-cü və burada 4-cü rübdür. Demək, hal-hazırda bizim nöqtəmiz 3-cü rübdə yerləşir ki, 11-ci sualımızın doğru cavabı C bəndi.
Doğru tapanlara afərin deyərək keçirəm növbəti sualımızın izahına. 12-ci sualda bizə deyir ki, zəri bir dəfə atdıqda düşən xalın 3-dən kiçik olması hadisəsinin ehtimalını tapın. Şagirdlər, bizim zərimizin neçə üzü var? Afərin. Demək 6 üzü var bizim zərimizin. Demək bütün mümkün hallarımızın sayı demək 6-ya bərabərdir. Zəri atdıqda 3-dən kiçik olması. 3-dən kiçik nə ola bilər? 1 və 2 ola bilər. Bu neçə əlverişli hal deməkdir? 2 əlverişli hal deməkdir. Afərin sizə. Onları da ixtisar etsək alınacaq 3də 1, yəni A bəndi. Keçirik 13-cü sualımızın izahına. Uyğun tərəfləri perpendikulyar olan müxtəlif adlı bucaqlardan biri 48 olarsa, demək digərini tapın deyir şagirdlər. Yəni indi biz yadımıza salaq ki, burada hansı mümkün hallar var? Gəlin şagirdlər, yadınıza salaq. Bu şəkil üzərində göstərim sizə, yadınızda qalsın sizin də. Uyğun tərəfləri perpendikulyar olan bucaqların demək eyni adlı olanları var. Məsələn, birinci bu şəkildə qeyd edeyim. Baxın. Bu tərəf bura perpendikulyar, bu tərəf də bura perpendikulyar olsa, buradakı bucaqlarımız alfa və alfa. Hər ikisi demək alfa, burada bir beta deyək ki, fərqli bucaq olsun ki, həqiqətən doğru olduğunu görəsiniz. Yəni, bu oldu eyni adlı bucaqlarımız. Növbəti şəkildə isə deyir ki, müxtəlif adlı. Yəni, müxtəlif adlıdırsa bu şəkildə qeyd edirəm. Şagirdlər bir şəkilə diqqətdən baxaq. Demək, bir dəqiqə. Bu şəkildə qeyd edirəm. Burada görürsünüz, uyğun tərəfləri perpendikulyardır. Bura alfa desəm, bura beta desəm, artıq bu halda olacaq. Alfa üzərinə gəl, beta bərabərdir 180 dərəcə. Yəni, birinci halımızda onların bir-birinə bərabər olduğunu, ikinci halımızda isə cəminin 180 dərəcə olduğunu görürük. İndi bizdə verilən bucaqlardan biri 48 dərəcədir. Onda 48 üzərinə gəl. Betamız 180 dərəcəyə bərabərdirsə, buradan beta bərabərdir 180 dərəcə çıxaq 48 dərəcə. Yəni, betamız bərabərdir 132 dərəcə olduğunu görürük ki, doğru cavabımız olacaq 13-də D variantı. Doğru tapanlara afərin deyərək keçirəm 14-cü sualımızın izahına. 14-cü sualımızda isə bizə deyir ki, əkov AB, A vurulsun B olarsa, A və B ədədləri aşağıdakılardan hansı ola bilər şagirdlər? A vurulsun B hansı halda olur? Afərin. Demək, o iki ədədin hasili onların əkovudursa, mütləq şəkildə A və B ədədləri qarşılıqlı sadədir. Demək, A və B qarşılıqlı sadədir. Biz bundan əvvəlki testdə bir neçə əvvəl testdə biz demişdik ki, qarşılıqlı sadə ədədlər nə olmalıdır? Ortaq bölənləri yalnız 1-ə bərabər olan ədədlər olmalıdır ki, onlar qarşılıqlı sadə olsunlar. Gəlin, indi baxaq görək bizim verilmiş ədədlərin içərisində hansı qarşılıqlı sadə ədədlərdir, cütüdür daha doğrusu. 3 və 6 qarşılıqlı sadədirmi? Xeyr, çünki 6 3-ə bölünür. 15 və 5 deyil, çünki 15 5-ə bölünür. 12 və 9 deyil, çünki hər ikisi əlavə 3-ə bölünürlər. Yəni, ortaq başqa birdən artıq bölənləri var. Məsələn, 4-ün bölənləri 4, 2, 1-dir. 9-un bölənləri 9, 3, 1-dir. Ortaq bölənləri yalnız 1 olduğuna görə, demək, onlar qarşılıqlı sadə ədədlərdir. Onların əkovu elə hasilinə bərabər olacaq. Növbəti 15-ci sualımızı təqdim edək. Demək ki, ifadənin qiymətini hesablayın deyir. Hesablama bir sualdır. Yəqin ki, hər bir şagirdimiz bunu asanlıqla doğru yaza bilir. Amma izahına keçək. Demək, 3 çıxaq 8-də 3. Hələ ki, bu hissəni olduğu kimi saxlayaq. Keçək
bizim mötərizəmizin içərisinə. Demək, mən 3-ü məxrəci 2 olan kəsr şəklində göstərmək istəyirəm. Demək, bunu yaza bilərəm 2-də 6. Üzərinə gəl 2-də 3. Demək, şagirdlər, birinci hissəmiz yenə olduğu kimi qalsa, 3 çıxaq 8-də 3 bölək. Demək, bu hissəmiz olacaq 2-də. Ortaq məxrəcimiz 2-dir. 6 üzərinə gəl 3 isə 9-u verir. Biz bölmə hissəmizi gördüyümüzə görə demək ardıcıllıqda birinci bölməni yerinə yetirməmiz lazımdır. 3 çıxaq. Demək birinci kəsirimizi olduğu kimi saxlayıb, ikinci kəsirimizi isə tərsinə çevirib vurma ilə dəyişdik. 9-da 2. Baxaq ki, ixtisarlarımız varmı? Bəli, var. Burada 2 ixtisar etsək 4, 3-ə ixtisar etsək 3, bərabərdir. Alınacaq bizdə nə? 3 çıxaq, 4-ü 3-ə vursaq 12-də sürətlərdə 1 qalıbdır. 1-i 1-ə vursaq 1. İndi 3-ü də məxrəci 12 olan kəsr şəklində 12-də 36 yaza bilərik ki, həqiqətən 36-nı 12-yə bölsək 3-dür. Çıxaq 12-də 1. Ortaq məxrəcimiz 12 olsa sürətdə alınacaq 36 çıxaq 1, yəni 12-də 35 ifadəsi. Hansı variantdadır? Afərin sizə. Demək, A variantı 15-ci sualımızda doğru variantdır. Keçirik növbəti sualımızın izahına. 16-cı sualımızda bir üçbucaq şəkli verilibdir və bizə deyir ki, şəkildə BD həm tənbölən, həm də mediandır. Demək, BD həm tənbölən, həm də mediandır. Tənbölən isə buradakı bucaqlara alfa deyə bilərik ki, yəni bucaq yarıya bölünübdür. Və burada deyir ki, AB üzərinə gəl AD, AB üzərinə gəl AD bərabərdə 17 olarsa, ABC üçbucağının perimetrini tapın. Demək, şagirdlər, bu cür suallar əslində çox asan bir suallardır. Yəni, bunu hər kəs rahatlıqla deyə bilər ki, məsələn, baxın, median olduğuna görə qarşı tərəfi yarıya bölür, burada bir x desək, tənbölən mediandırsa, bu həm də hündürlükdür. Bu, bərabər yanlı üçbucaq olduğunu göstərir. Məsələn, bura bir A ifadəsi desək, burada bir A deyə bilərik. Çünki bərabər yanlı olmalıdır. Biz bilirik ki, bərabər yanlı üçbucağın təpə nöqtəsindən çəkilən median, tənbölən, hündürlük, yəni üçü də bir düz xətt üzərində yerləşir. Bu zaman bizə verib ki, AB üstəgəl AD, yəni AB üstəgəl AD. A plus x bərabərdir nəyə? 17-yə. Məndən istəyir nəyi? Üçbucağın perimetri. Üçbucağın perimetri nədir? 2 ədəd A üstəgəl 2 ədəd x. 2A üstəgələk 2x. Biz buradan 2-ni ortaq blok kimi çıxarsaq A plus x qalacaq və A plus x əvəzinə nə yaza bilərik? Afərin. Demək, A plus 2x əvəzinə 17 yazsaq, 2 vurulsun 17 hasili bizə verəcək 34. Demək, bu sualımızın doğru cavabı da A variantıdır. Keçək növbəti sualımızın izahına. 17-ci sualda bizə deyir ki, diametri 15 olan çevrənin uzunluğunu tapın. Şagirdlər, sual verim sizə ki, çevrənin uzunluq düsturu nəyə bərabərdir? Çevrənin uzunluq düsturu L bərabərdir 2 pi r-dir. Biz bunu 2r vurulsun pi yazsaq, baxın, 2r bizə nəyi verir? Bir dənə şəkil üzərində baxaq. Baxın, bizim radiusumuz, bu da radiusumuz. 2 yerin birləşməsi, bəli, bizə diametri verir. Onda D vurulsun pi də yaza bilərik, düzdürmü? İndi diametrin neçə olduğunu veribdir. Yəni, D bərabərdir 15 olduğunu verdiyinə görə biz də buradan 15 pi yaza bilərik. Doğru cavabımız oldu. 17-ci sualda B bəndi. Keçirik 18-ci sualımızın izahına. 18-ci sualda deyir ki, qrafikə əsasən əli hansı zaman aralığında məsafə qət etməmişdir. Yəni, məsafə qət etməmək nə deməkdir? Afərin sizə. Demək, olduğu nöqtədən başlayıb. Yəni, məsələn, yol getmişəm 5 kilometr, yarım saat dincəlmişəm. Yenə neynirəm? 5-ci kilometrdən yol başlayıram da, bəli. Demək, bu şəkildə məsələyə baxsaq, demək, dincəlir, dincəldikdən sonra neynirik? Eyni məsafədən başlayırıq. Məsələn, ilk baxırıq 40 saniyə ərzində 50 metr gəlib. Sonra 40-dan sonra 80-ə qədər
Hər hansı bir daşıvır olsun, 120 olsun, özümüzdən bir şey yazaq. 80, 120-yə qədər gəlmişik, fərz edək ki, 80 və baxın bu aralığa, 120-yə qədərki aralıqda nə baş veribdir? Mən yenə də hardan başlayıram? 120-dən başlayıram. Demək, bu aralıqda mən hərəkət etməmişəm, eyni yerdə olmuşam. Demək, hansı aralıqda? 80 və 120 arasında artıq mənim hərəkətim olmuyor. Dincəlmişəm, yorulmuşdum, biraz dincimi aldım. Demək, oldu 80 və 120 saniyə doğru cavabımız C variantı. Keçək 19-cu sualımıza. 19-cu sualımızda bizə deyir ki, ədədləri azalan sıra ilə düzün. Demək, bunun əvvəlki testlərimizdə artan sırada düzmə ilə bağlı suallarımız var idi. Doğru yazan şagirdlərimizə indidən afərin deyirəm. Çünki bu tip sualı azalan sıra ilə düzün sualını artıq birinci dəfə görürük. Demək, ən böyük ədədimiz 7-dir. 7 nədən böyük olacaq? Hansı ədəddən böyük olacaq? Sırada 3-dən böyük olacaq. Bəli. 3 nədən böyük olacaq? Mənfi 1-dən böyük olacaq. Mənfi 1 böyük olacaq. Mənfi 15-dən. Mənfi 15-də böyük olacaq. Mənfi 20 1-dən. Gəlin indi baxaq görək 19-cu sualımızın doğru cavabı hansı variantdadır? 7, 3, mənfi 1, mənfi 15, mənfi 21. 7, 3, mənfi 1, mənfi 15, mənfi 21. Bəli, doğru cavabımız D variantıdır. Doğru yazan şagirdlərimizə bir afərin deyərək keçirəm 20-ci sualımıza. 20-ci sualda bizə deyir ki, üçbucağın tərəflərindən biri 9 və bu tərəfə çəkilmiş hündürlüyü 4 sm olarsa sahəsini tapın. Şagirdlər, sahə düsturumuzu necə təyin edirdik? Afərin sizə. Demək, verilmiş tərəf A tərəfi, ona çəkilmiş hündürlük olarsa, biz deyirik ki, S bərabərdir 2-də 1 A vurulsun HA. Yəni, A tərəfinə çəkilmiş hündürlüyün hansıdır? Burada bizə qiymətləri veribdir, düzdür. Hansı qiymətləri var? Hündürlüyü 4-dür və tərəfi neçə verib? 9 veribdir. Sahəsini hesablayaq ki, S bərabərdir. Demək ki, 2-də 1 tərəf 9 vurulsun hündürlük 4. 2 ilə 4-ü ixtisarləsək 2 bərabərdir. 9 vurulsun 2-nə verdi 18. 20-ci sualımızın doğru cavabı oldu 18 B bəndi. Afərin deyirəm şagirdlər sizə. Keçirəm növbəti sualımızın 21-ci sualımızın izahına. 21-ci sualda bizə deyir ki, şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın həcmi neçə kub santimetrdir. Bu cür suallardan biz işləmişik şagirdlər. Gəlin indi baxaq görək, biz bu həcmi hesablamaq üçün bizə nə lazımdır? Düzbucaqlı, doğrusu düz prizmanın həcmini hesablamaq üçün biz oturacağın sahəsini tapıb onu nəyə vurmalıyıq? Hündürlüyə vurmalıyıq. Oturacağımız belə deyək də, baxın, bunu sütun şəklində belə də göstərə bilərik də şagirdlər. Bir dənə şəklə baxaq. Fərz edək ki, baxın, üçbucaq çəksəm, baxın, hər hansı bir üçbucaqlı prizma çəkirəm. Baxın, bunu sütun formasında da göstərə bilərik. Hər hansı bir sütun formasında göstərə bilərik. Sanki mən bunu neynədim? Biraz yuxarı qaldırdım da, yəni bizim şəklimizi dəyişdirdim, düz şəkildə göstərirəm, sütun formasında göstərirəm. Onda oturacağımız olacaq bizim elə bu üçbucaq. Onda bu üçbucağa görə həll etsək, S bərabərdir, oturacaq bərabərdir 2-də 1, tərəfimiz 16, ona çəkilən hündürlüyümüz isə 12. 16 vurulsun 12. Buradan alırıq 16 və 12-ni ixtisarləsək 8. Demək 8, 12-yə vursaq 96-ya bərabərdir. S oturacağımız 96-dır və bizə həcm istəyir. Həcm bərabərdir. Nə olur? S oturacaq vurulsun H ilə tapılır. S oturacağımız 96-dır. Bu zaman hündürlük hissəmiz nəyə bərabər olacaq? 22-yə bərabər olacaq. Bunu hesablayaq. Gəlin aşağıda alt-alta vurma qaydasından istifadə edək görək. Həqiqətən nə alınacaq hasilimiz? 2, 6-ya 12, 1 yadda, 2, 9, 18, 1 yadda, 19, 2, 6,
12 bir yadda, 2, 9, 18 bir də yadda 19, 2, 9, 2, 11 bir yadda, 10 bir yadda, 11 bir də yadda, demək 2112. Doğru cavabımız olacaq 2112 santimetrin kubu. Demək 21-ci sualımız biraz hesablama tələb edən sualdır. Doğru yazan şagirdlərə afərin deyərək keçirəm növbəti sualımızın izahına. 22-ci sualımızda nə deyir şagirdlər? Deyir ki, hansı ədədin yarısının üzərinə 8 əlavə etdikdə 20 alınır. Şagirdlər hansı ədəddir? X ədədi, bəli. X ədədinin yarısının üzərinə, x-i böldüm 2, üzərinə nə əlavə etdim? 8 əlavə etdim. Nə alındı? 20 alındı. Buradan x bölünsün 2 nəyə bərabərdir? 20 çıxılsın 8-ə. 20-dən 8 çıxsaq nə olacaq? Afərin sizə. X bölünsün 2 bərabərdir 12-yə. Buradan x-i tapsaq x nəyə bərabərdir? 12 vurulsun 2, 24-ə bərabərdir. Bəli, demək, həqiqətən də 24-ün yarısı 12-dir. Üzərinə 8 gəlsə 20. Demək, doğru cavabımız 24. Doğru tapanlara afərin deyirəm. Keçirəm 23-cü sualımızın izahına. 23-cü sualımızda çoxluqlarla bağlı olan suallardır. Yəqin ki, hamınız bunu asanlıqla tez yaza bilirsiniz. Birinci, gəlin ortaq olan elementlərimizi işarələyək. 3 burada da var, P-də də var. Sonra nə var? 5 var, 5 var. 6 və 2, 4. A-da yoxdur. Yəni, A-da isə 1, 7, 9 var ki, onlar da B-də yoxdur. İndi bizdən nə istəyir? A-nın B-dən fərqli olan elementləri. A-nın B-dən fərqli olan elementləri üçün yaza bilərik ki, bərabərdir. Demək, burada nə alınır? 1, 7, 9. Ancaq burada hansı elementlər yox? Bizdən 23-cü sualda sayını istəyir. Sayı neçə ədəddir? 3 ədəddir. Afərin sizə. Demək, doğru yazanları təbrik edirəm. Keçirəm 24-cü sualımızın izahına. Burada isə bizə deyilir ki, ölçüləri 1 sm olan bərabər hissələrə bölünmüş xanaların üzərində çəkilmiş paralleloqramın sahəsi neçə santimetrin kvadratıdır? Şagirdlər, siz bilirsiniz ki, bundan əvvəlki suallarda da işləmişdik. S paralleloqram bərabərdir nədir? A vurulsun H-A, B vurulsun HB şəklində yazılırdı düsturumuz. İndi hər hansı bir tərəfə baxaq. Məsələn, 1, 2, 3, 4, 5. Demək, bu tərəfin uzunluğu 5-ə bərabərdir. Ona çəkilən hündürlük 1, 2, 3, 4 olsa, bu tərəfə çəkilən hündürlük isə 4 göstərsək, S bərabərdir. Demək, 5 vurulsun, 5 vurulsun. Nə yaza bilərəm? 4. 5-i 4-ə vursaq nə alınar? 20 alınar ki, həqiqətən də bu paralleloqramımızın sahəsi 20-yə bərabərdir. Doğru yazanları təbrik edirəm. Afərin deyirəm sizə. Keçirik bu sınavımızın ən sonuncu 25-ci sualına. 25-ci sualda bizə deyilir ki, bərabərsizliyin ən böyük tam həlli neçədir? Xatırladığım qədərilə bu vaxta qədərki sualların içərisində bərabərsizliklə bağlı sual yoxdur. İlk bərabərsizlik sualımızdır. Yəqin ki, indidən doğru yazanları təbrik etmək olar. Demək, kiçikdir 18 dediyinə görə, demək 3x kiçikdir 18 ifadəsinin hər tərəfini 3-ə bölsək, x kiçikdir nə alınacaq? 6. Yəni, x 6-dan kiçik ədədlərdir. Ən böyük tam həlli 6-dan kiçik ədədlərin içərisində ən böyüyü neçədir? 5-dir. Afərin. Demək, doğru cavabımız 5-dir. Doğru yazanların hamısını təbrik edirəm. Yenə də xatırladıram ki, şagirdlər, əgər bu videolar sizlərə faydalı olursa, mütləq şəkildə sinif yoldaşlarınızı, dostlarınızı da xəbərdar edin ki, onlar da baxıb faydalansınlar. İnşallah növbəti izahlarda görüşərik. Sağ olun, uğurlar hamınıza.